Cənab xanım, Həması hansı qüvvələr ortaya atmışdı sualı məncə ən maraqlı sualdır. Nəzərə alsaq ki, dünyanın ən ünlü kəşfiyyatı, İsrail kəşfiyyatı Mossad və Amerika Birləşmiş Ştatlarının Mərkəzi Kəşfiyyat İdarəsi, FBI və s. bunlar hələ deyəsən bu suala bir mənalı cavab tapa bilməyiblər. Deməli, bu çox da sadə bir sual deyil. Və yalnız dövlətlərdirmi? Yoxsa başqa güclər, başqa aktyorlar da var bu Həmasın arxasında, ya da bu planın arxasında. Bu da hələ tam sual olaraq aydınlaşmayıb. Həmin dövrə qayıtsaq, həmin dövrü bir balaca nəzərdən keçirsək, onda nə baş verirdi? Hindistanda, Dehlidə 20'lərin görüşü var idi və orada Bidenin də təklifi ilə, təşəbbüsü ilə belə bir ideya qəbul olundu. Hindistandan Avropaya bir yol. Həmin yol Ərəb ölkələrindən, İsraildən, Yunanistandan keçib Avropaya gedəcəkdi. Çox qısa az bir müddət keçəndən sonra Həmasın bu hücumu başladı və həmin ideya sanki bir dəfəlik yaddan çıxdı, unuduldu. Yəni, bu Çinin İpək yoluna qarşı, bir kəmər bir yol ideyasına qarşı Hindistandan Avropaya bir ticarət yolu və onu da İsraildən keçməsi və burada təbii ki, Ərəb ölkələri də iştirak edirdi. Bu plan dayandı, bu plan pozuldu. Çünki savaş başladı və həmin coğrafiya artıq demək olar ki, bu ideyanın gerçəkləşməsi üçün mümkünsüz bir hala gəldi. Təqribən 2 ilə yaxındır. Hardasa bir həftədən sonra artıq 2 il tamam olur və yeri gəlmişkən elə bu Trump'ın planında bu 2 illik dönəmə təsadüf edir. Səhv etmirəmsə orada onlar Həmasçılara bir 3-4 gün vaxt veriblər, möhlət veriblər. Təqribən oktyabr ayında 3-ünə, 4-ünə düzdür. Anlaşmada 72 saat göstərilir. Amma belə öz aralarında deyirlər ki, bir 3-4 günə qoy Həmas qərarını versin. Amma bildiyim Həmas mənsublarının razılaşmamaq barədə bir açıqlamaları var. İndi bu sonuç qərardır, yoxsa ilkin qərardır, onu demək çətindir. Eyni zamanda çox qəribədir ki, bütün o dağıntılara, məhrumiyyətlərə məruz qalan Qəzzalıların da bu planla bağlı müəyyən əndişəsi var. Düzdür, əksər dövlətlər təqdir edir, hesab edirlər ki, bu atəşin, bu savaşın dayanması şərtdir. Hətta İsraildə bunu bir bayram kimi də qarşıladılar. Bunu Netanyahu təqdim elədi ki, biz nəhayət bu savaşı dayandırırıq. Hətta bir maraqlı fayda çıxarılır ki, indiyə qədər burada İsrail təcrid olunmuşdu dünyadan. İndi isə bu planı qəbul etməsə Həmas təcrid olunacaq. Yeri gəlmişkən planı Trump'ın yeznəsi Kushner və Tony Blair'in, Britaniyanın keçmiş baş naziri Tony Blair'in ikisinin hazırladığı da ihtimal olur. Təqribən görüşə qədər 21 maddəli bir plan idi bu, amma Netanyahu ilə görüşdən sonra 20 maddəyə düşüb. Görünür o bir maddə onların söhbətindən sonra azalıbdır. Siz doğru qeyd elədiniz, bu razılaşma Trump'la Netanyahu arasındadır. Qarşı tərəf isə Həmasdır. Həmasın hələ birmənalı olaraq razılaşıb, razılaşmadığını demək çətindir. Yəqin ki, yaxın günlərdə onlar qərarlarını verəcəklər